İranın başqa yolu yox idi. Dəfələrlə İran, bəlkə də deyərdim 10 dəfələrlə çalışıb ki, Azərbaycana şantaj etsin, Azərbaycana böhtan atsın, Azərbaycan ərazisində hansısa bir xarici ölkənin hərbi bazasının olduğunu, bunun İranın milli təhlükəsizliyinə təhdid yarattığını bizə sübut etməyə çalışsın və bununla da regionda özünün təxribatçı fəaliyyətini genişləndirmək üçün bir əsas formalaşdırsın. Ancaq nə qədər İran bunu edibsə, bunun heç bir nəticəsi olmayıb. Yəni, heç bir dəlil tapa bilməyiblər. İndi də Yahya Rəhim Səfəvinin açıqlamasını göstərir ki, onlar Azərbaycan, İran və Türkiyə, onun dediyinə görə, koordinasiyalı şəkildə danışıqlar aparıblar və yəqin ki, bu danışıqlar qapalı gedib və Azərbaycan o danışıqlar prosesində, yəni diplomatik müstəvidə olaraq tam sübut edib ki, Azərbaycan ərazisində nə İsrailin, nə Amerika Birləşmiş Ştatlarının hərbi bazaları yoxdur və bu bazalardan da dırnaqarası bazalardan da İrana qarşı hərbi məqsədlərlə, hücum məqsədi ilə istifadə ediləcəyinə dair bir fakt yoxdur. Ondan sonra artıq İran reallığı etiraf etmək məcburiyyətində qalıb. Yahya Rəhim Səfəvi həmçinin bildirir ki, Türkiyə tərəfi də İncirlik hərbi bazasından İrana qarşı istifadə edilməyəcəyini dair bir razılaşma var tərəflər arasında. Bilirsiniz, bu əslində Züriyə xanım, bugünün məsələsi deyil. Yəni, Azərbaycan dəfələrlə sübut edib ki, onun ərazisində başqa dövlətin hərbi bazası yoxdur və bundan da öz ərazisindən İrana və ya digər ölkəyə hücum məqsədi ilə istifadəyə razılıq vermək fikrində deyil. Çünki əvvəla bu Azərbaycanın konstitusiyası buna yol vermir. Azərbaycanın hərbi doktrinası buna yol vermir. Ona görə də bu Azərbaycan ərazisində hansısa bir xarici ölkənin hərbi bazasının olduğuna dair bir uydurma fikir irəli sürmək, bu sadəcə absurddur. Azərbaycan bloklara qoşulmayan ölkədir, neytral dövlətdir və öz ərazisində Azərbaycan daim sülh prosesinə dəstək verib, Azərbaycanda bir-birindən tam siyasi və hərbi müstəvidə rəqib olan güclər istər Qərbdə, istər Rusiyada, istər fikir verin İsrail, Suriya müstəvisində və digər dövlətlər Azərbaycan ərazisində sülh danışıqları aparıblar. Azərbaycan ərazisi bir sülh platformasıdır və Azərbaycan öz ərazisindən başqa dövlətə qarşı hücum məqsədi ilə istifadəyə icazə vermək niyyətində deyil. Ona görə İranın dedikləri indiyə qədər boş, mənasız, heç bir əhəmiyyəti olmayan fikirlər olur. Azərbaycan, mən bayaqki fikrimə qayıdıram ki, bu indinin məsələsi deyil. Niyə? Bir il öncə, hələ iyun ayında, 2025-ci il iyun ayında 12 günlük müharibə zamanı Azərbaycan sübut elədi ki, deməli, nə İsrailin, nə Amerika Birləşmiş Ştatlarının, başqa ölkənin burada hərbi bazası yoxdur. Hücumlar da ya birbaşa İsrailin ərazisindən edilmişdi o vaxtı. Sonraki ikinci müharibədə, yəni fevralın 28-də bu il keçirilən Amerika Birləşmiş Ştatları, İsrail, Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumu və orada hər üç dövlət arasında baş verən müharibədə də Azərbaycan neytral qaldı və hücumlar da bilirsiniz ki, İsrail ərazisindən və yaxın şərqdəki Amerika hərbi bazalarından, eləcə də Fars körfəzində, Hörmüz boğazında yerləşən Amerika donanmasının Amerika gəmilərindən atıldı. Hücumlar təşkil olundu. İstər aviasiya, istər raketlər oradan hücuma keçdilər, zərbə indirdilər və bu baxımdan da Azərbaycanın tam neytral qalması görünür İranda müəyyən dairələri, hansı ki anti-Azərbaycan mövqeyi ilə seçilən, daima Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən, bir türk düşmanı olan qüvvələri
narahat edirdi. Sanki onlar dəfələrlə bu məsələni gündəmə gətirməyə çalışdılar. Dəfələrlə aranı qatmağa çalışdılar və çalışdılar ki, bir təxribat törətsinlər və sübut kimi ortaya qoysunlar və sonra desinlər ki, baxın, Azərbaycan bizə düşmən dövlətdir, öz ərazisindən bizim düşmənlərimizə bizə zərbə vurmaq üçün istifadə etməyə şərait yaradır. Ancaq bunların heç biri baş verməyəndə onlar başladılar belə deyək, sanki bir özləri təxribatı yaratmağı. Ona görə də mart ayının 5-də bilirsiniz ki, İran ərazisindən Azərbaycana qarşı dron hücumu təşkil olundu. Yenə də gördülər ki, yox, Azərbaycan İrana qarşı hər hansı bir belə deyək, müharibəyə, hərbi təxribata qoşulmaq niyyətinə deyil. Azərbaycan daha sülhpərvər mövqe tutdu. Düzdür, etirazımızı bildirdik, xəbərdarlığını etdi Azərbaycan tərəfi. Ancaq Azərbaycan prezidenti də bildirdi, Dövlət Təhlükəsizlik Şurasının iclası toplandı. Ancaq buna baxmayaraq İrana başa saldılar ki, bu təxribata getmək lazım deyil və bu sizin ziyanınıza ola bilər. Azərbaycan özünün müdafiə tədbiri kimi sərhədləri bağladı, ticarət yollarını bağladı və ondan sonra İran anladı ki, Azərbaycanla bu münaqişəni yaratmaq, şimal sərhədlərində münaqişə yaratmaq, o yalnız və yalnız İranın öz ziyanı ola bilər. Ona görə də məcbur oldular təzədən barışığa getməyə, təzədən Azərbaycanla razılaşma əldə etməyə və onun ardınca ilk İrana humanitar yardım göndərən dövlət Azərbaycan oldu və onlar anladılar ki, necə deyərlər, el dilinə deyəcək, dostu ilə düşmənini seçməyi bacarasan gərək. Yəni, onlar anladılar ki, Azərbaycan onlara düşmən deyil, dost mövqeyi. Baxmayaraq ki, onlar bizə düşmən mövqeyi sərgiləyirlər. Azərbaycan onlara qarşı xoş münasibət bəslədi. Azərbaycan onlara qarşı humanist mövqedən yanaşdı və ilk hərbi yardım göstərdi. Ondan sonra başqa dövlətlər İrana hərbi yardım, üzr istəyirəm, hərbi yardım deyirəm, humanitar yardım göndərdi. Ondan sonra digər dövlətlər humanitar yardım göndərdi. Bu baxımdan da İran çalışırdı ki, daim şimali, özünün şimal sərhədlərində, Qafqazda bir təxribat törətsin, bir ara qarışdırsın ki, və bu yenidən bu bölgədə bir münaqişə ocağı yaratsın və bu münaqişə ocağını Cənubi Qafqaza doğru genişləndirsin, Zəngəzur dəhlizinin reallaşmasının qarşısını alsın. Bax, bütün bunlar ona xidmət edirdi və daima da İranda o paydarı qrupu deyilən, o mühafizəkar qrup çalışıb ki, xüsusilə bu məsələdə fəallıq göstəriblər. Ancaq bunların heç birinin mənası olmadı. Orada qeyd edin ki, Yahya Rəhim bilirsiniz ki, Sepah generalıdır, vaxtilə hətta Sepahın komandanı olub və bugün Sepaha rəhbərlik etmiş, əynində Sepahın hərbi formasını gəzdirən bir şəxsin bu sözü deməyi onu göstərir ki, artıq onlar reallığı etiraf etmək məcburiyyətindədirlər və indiyə qədər bəlkə də mən deyərdim, etdikləri o təxribatçı davranışdan, Azərbaycana qarşı düşmən mövqeyindən bəlkə də peşman olublar. Çünki bilirsiniz, regionda vəziyyət dəyişir. Regionda vəziyyət o bayaq çox düzgün edir. İranın geosiyasi dəyişikliklər baş verdikcə onlar anlayırlar ki, Azərbaycanla digər qonşularla düşmən münasibəti dərinləşdirmək heç də onların xeyrinə deyil. Əksinə ziyanlı ola bilər. Ona görə də onlar məcbur olub artıq özləri üçün yaratdıqları bu problemlərdən uzaq olmağa və daha çox qonşularla əgər bunu doğrudan da səmimidirlərsə, əgər həqiqətən də səmimidirlərsə, bu münasibətləri qaydaya salmağa çalışırlar. Bu rakursdan mən Yahya Rəhim Səfəvinin dediyinə şərh verərdim.